vaxtınız xeyir olsun. Bugün sizinlə genetika mövzusunun izahını paylaşacağım. Genetika irsiyyat və dəyişkənliyi öyrənən elmdir və əsası Mendel tərəfindən qoyulmuşdur. Baxın, burada yazmışam, Mendelin adı ilə bağlıdır. Gəlin, baxaq görək, nədir irsiyyat, nədir dəyişkənlik, nədir orqanizmdəki əlamətlər. İrsiyyat bir canlının xüsusiyyətlərini saxlayıb nəsildən nəslə ötürmə xassəsidir. Yəni, məsələn, deyirəm ki, bu xəstəlik o insanlarda irsidir. Yəni, hər hansısa bir xəstəlik irsən keçilib, yəni nəsildən nəslə ötürülür. Və yaxud dəyişkənlik, orqanizmin fərdi inkişaf prosesində yeni əlamətlər qazanması və fərdlər arasında fərqlərin əmələ gəlmə prosesi. Bu dəyişkənlik xassəsidir, yəni orqanizm öz fərdi inkişaf prosesində, ontogenezində yeni əlamətlər qazanır və beləliklə bu orqanizmlər arasında fərqlər yaranır. Əlamət nədir? Əlamət canlıları bir-birindən fərqləndirən xüsusiyyətdir. Məsələn, qara saç və sarı saç, hamar saç, dalğalı saç və yaxud hündür boy, alçaq boy. Bu, məsələn, hər hansısa bir meyvənin forması, yumru forması və s. Bunlar həmin bu canlıların deməli əlamətləridir. Digər istifadə edəcəyimiz terminlərə nəzər yetirək. Fenotip və genotip anlayışı. Nədir fenotip, nədir genotip? Fenotip əvvəlcə tərifini verir. Fenotip zahirən üzə çıxan daxili və xarici əlamətlərin cəmidir. Zahirən önə çıxan. Genotip isə orqanizmin valideynlərdən aldığı bütün genlərin cəmidir. Bunu belə izah edim. Məsələn, mən çarpazlaşdırma aparmışam, almışam AA və yaxud mənə məsələnin şərtində verilir ki, tutaq ki, AA çarpazlaşır. Bunların mən baxıram, qabağımdakı hərflər AA, bax bu iki böyük A-lar, böyük A, kiçik A, bax bu oxuduğum genotip deməkdir. Məsələn, burada iki dənə genotip var. Bir böyük A genotipi, bir böyük A, kiçik A genotipi. Fenotip isə əlamət, yəni zahirən görünən. Böyük A nə deməkdir? Sarı rəng deməkdir. Böyük A, kiçik A sarı rəng deməkdir və yaxud qeyri-tam dominantlıqda çəhrayı rəng deməkdir. Yəni, mən baxıram ki, bu hərf mənə nə demək istəyir, nəyi bildirir? Baxın, bu da olur fenotip. Məsələn, bir neçə cür, məsələn, mən iki əlamətə görə çarpazlaşdırma aparsam, məsələn, deyərəm ki, sarı saç, bunu işarə eləyərəm kiçik A-larla və yaxud da deməli, noxudun rəngi desəm böyük A-lar, yəni hər cür əlamətə görə, dominant resessivliyinə görə fərqli olur. Məsələn, mən demək istəyirəm ki, sarı dalğalı saç, yazıram kiçik A-lar, böyük B. Yəni, hər bir əlamət müəyyən bir hərflə işarə olunur. Burada dominantlıq, resessivlik anlayışı var. Dominant gen böyük hərflə, resessiv gen kiçik hərflə işarələnir. Heterozigot vəziyyətdə üstünlük təşkil edən və fenotipdə üzə çıxan əlamətdir. Heterozigot bu deməkdir, birazdan bu haqda danışacağım. Bir böyük, bir kiçik hərf. Burada üstünlük təşkil edən böyük A-dır. Yəni, dominant gen böyük A-dır. Kiçik A üzərində dominantlıq edir. Və burada iki hərf var. Noxud bitkisindən söhbət eləsəm, böyük A, tutaq ki, sarı rəngini, kiçik A yaşıl rəngini bildirir. Burada hansı əlamət üzə çıxacaq? Təbii ki, sarı. Çünki bu dominant gendir və resessivi üzə çıxmağa qoymur. Yəni, burada üstünlük təşkil edir. Resessiv gen isə kiçik A-larla işarə olunur və fenotipdə bu gizli qala bilir və ancaq nə vaxt görünür? Homozigot olanda. Baxın, kiçik A-lar homozigot. Gəlin, baxaq görək, heterozigot nədir, homozigot nədir? Bunu burada səhv yazmışam. Böyük A, kiçik A, səhv düşüb yeri. Homozigot isə kiçik A-lar və yaxud iki dənə böyük A, iki dənə böyük B. Yəni, homozigot əgər özünə oxşar fərdlə çarpazlaşırsa, parçalanma verməyən və eyni tipli qametləri hazırlayan. Baxın, bu parçalanma verməyəcək ki, elə bir dənə A yaranacaq və eyni tipli qamet hazırlayacaq. Heterozigot isə, baxın, parçalanma verdi iki yerə. Bir böyük A yarandı, bir də kiçik A yarandı və
bu iki dənə müxtəlif tipdə qamet yaratdı. Bir dənə böyük A yaratdı, bir dənə kiçik A yaratdı. Buna da deyirəm mən heterozigot. Belə doğru dildə ifadə eləsək, eyni hərflər homozigotdur, fərqli hərflər heterozigotdur. Hibrid nədir? Bir-birindən bir və ya bir neçə əlamətə görə fərqlənən valideynlərin çarpazlaşmasından alınan yeni nəsildir. Məsələn, bir A canlısı ilə B canlısı çarpazlaşdırılır. Nəticədə alınan canlı bunların hibridi adlanır. Sonra burada gen anlayışından, allel-gen, homoloji xromosomlar və lokus anlayışından da danışacağıq. Gen nədir? Mən demişdim biokimiya mövzusundakı gen DNT-nin müəyyən bir hissəsidir və genda deməli hər hansısa bir əlamət saxlanılır və nəsildən nəslə ötürülür. Allel gen nədir? Allel gen cüt gen deməkdir və homoloji xromosomların eyni bir sahəsində yerləşir. Bir əlamətin və ya bir neçə əlamətin inkişafına cavabdehdir. Bəs nədir homoloji xromosom? Baxın. Burada yan-yana iki dənə xromosom görürsünüz. Bu xromosomlar eyni formada, ölçüdə, eyni gen daşıyan xromosomlardır. Və bir dəqiqə bunu deyək. Baxın, bu oldu homoloji xromosom. Eyni forma, eyni ölçü, eyni gen daşıyan xromosomlar, homoloji xromosomlar. Bunların üzərində yerləşən genlər, baxın, allel gen, böyük A geni və kiçik A geni cüt genlərdir və homoloji xromosomların eyni bir sahəsində, eyni bir lokusunda yerləşir. Bir əlamətə də cavabdeh ola bilər, bir neçə əlamətə də cavabdeh ola bilər. Əgər mən diploid orqanizmdən danışıramsa, hər genin 2 dənə allel olur. Əgər diploiddirsə, hər gende 2 allel olur. Diploidlərdə bir genin 2 allel olur. Təkrar eləyək, gen DNT-nin bir sahəsi oldu. İrsi məlumatlarınız burada daşındı, idarə olundu, nəsildən nəslə ötürüldü. Homoloji xromosomlar, yəni eyni xromosomlar, homoloji xromosomların eyni bir sahəsində yerləşib, bir və ya bir neçə əlamətin inkişafına cavabdeh olan allel genlər, lokus isə xromosomda genin yerləşdiyi hissədir. Davam edək. Burada biz bəzi şərti işarələrdən istifadə edəcəyik. Çarpazlaşma apardığımız zaman P ilə valideyn formaları işarə edəcəm. Məsələn, mən sarı noxudla yaşıl noxudu çarpazlaşdırıram. Yəni, valideyn olaraq bir sarı noxud, bir yaşıl noxud seçmişəm. Yanında yazacağım P. Nə deməkdir P? Parentali, valideyn sözü deməkdir. Sonra F nəsillər. Məsələn, belə bir çarpazlaşma yazaq. Belə yazmaq mənə çətin olacaq. Amma dərsdə planşet istifadə edirik. Yəni, orada yazmaq rahatdır. Ola bilər, izaha baxıb fikirləşərsiniz ki, izah eləmək rahat olmur. Baxın, çarpazlaşma aparıb, mən tutaq ki, burada bir neçə fərd almışam. Böyük A, böyük A almışam və ya böyük A, kiçik A almışam. Bunlar nəsil deməkdir. Baxın, burada alınan canlılar F1 nəslində alınmış olacaqlar. Biz buna deyirik nəsil. Baxın, bunlar P-dirlər, valideynlərdir. Bunlardan alınanlar F1-dir. Sonra bunlardan da çarpazlaşdırıb mən hətta ikinci nəsil ala bilərəm. F-lə nəsilləri işarə edirik. Filiali qız sözünə əsasən, baxın, burada yazmışam. Sonra baxın, bu çarpazlaşma işarəsidir. Mən böyük ya, kiçik ya ilə böyük ya, kiçik yanı çarpazlaşdırıram. Sonra böyük hərflə dedim ki, dominant əlaməti, dominant geni işarə edirəm. Kiçik A ilə isə resessiv əlaməti, resessiv geni izah edirəm. Və dişi erkək işarəsi, baxın, bu dişi işarəsidir, güzgüyə bənzər. Mineranın güzgüsü. Bu isə erkək işarəsi oxa bənzər. İndi biz danışacağıq Mendel qanunundan. İlk dəfə hibridləşməni Mendel aparmayıb. Əvvəlcə burasını vurğulayım. Hibridləşmənin adı aiddir Yosif Kellertə ilə. Ümumiyyətlə, hibridləşmə öyrənilir 18-ci əsrdən bəri. Bunu ilk dəfə edib Yosif Kellertə, amma düzdür, elə ki, bir bitki ilə, bir bitkinin tozcuğu ilə eyni növdən başqa bir bitkinin tozlandırıb, aldığı yeni bitki sortu hər iki bitkinin əlamətlərinə malik olub. Amma izahat verə bilməyib. Yəni, alim bunun səbəbini izah eləyə bilməyib. İzahını verib Mendel, genetikanın əsasını qoyub. Hətta deyirik ki, genetikanın atası adlandırılır və ilk dəfə irsən keçmənin qanun uyğunluqlarını öyrənib Mendel.
Baxın, hibridləşməni ilk dəfə aparmayıb, amma irsən keçmənin qanuna uyğunluqlarını bu öyrənib. 3 qanunu var: eynilik və dominantlıq qanunu, parçalanma qanunu və əlamətlərin sərbəst paylanması qanunu. Eynilik və dominantlıq, parçalanma və əlamətlərin sərbəst paylanması. İndi hər birinə baxaq, əvvəlcə danışaq birinci qanunu haqqında. Burada əvvəlcə deməli, Mendel nəyə görə seçib noxud bitkisini, onu deyim. Noxud bitkisi ilə çarpazlaşma aparıb. Yəni tədqiqat obyekti olub onun noxud. Nəyə görə? Çünki noxud öz-özünə tozlanır, tez inkişaf eləyir, çox qısa bir müddətdə çox nəsil verə bilir və burada bir əlaməti seçib, rəng əlamətinə görə sarı noxudlarla yaşıl noxudları çarpazlaşdırıb. Baxın, sarı noxud böyük A, böyük A, yaşıl noxud kiçik A, kiçik A, dişi fərd, erkək fərd, parentali, valideyn işarəsi çarpazlaşıblar və F1 nəslində, yəni birinci nəsildə böyük A, kiçik A aldı. Yəni bunu Mendel belə görməyib. Nə edib? Deməli, çarpazlaşma aparıb sarı noxudla yaşıl noxudu və birinci nəsildə görüb ki, alınan noxudların hamısı sarıdır. Yəni bu hamısı eynidir. Birinci nəslin hamısı, bütün hibridlər eyni şəkildə olduğuna görə Mendel bu qanunu adlandırıb eynilik və ya dominantlıq. İndi gəlin bir dəfə də izah edeyim. Bax, bu böyük A-lardan alınır bir dənə böyük A, kiçik A-lardan alınır bir dənə kiçik A. Bunlar bir-biri ilə birləşib böyük A, kiçik A-nı əmələ gətirib. Yəni 100% böyük A, kiçik A yaranıb. İndi baxaq görək burada fenotip nədir? Sarı, böyük A, dominant gen olduğuna görə, sarı rəngi bildirdiyinə görə biz deyirik ki, böyük A, kiçik A sarı deməkdir. Heterozigotdur bu böyük A, kiçik A, bir böyük hərf, bir kiçik hərf heterozigotdur. Sarı rəngi bildirir. Bir dənə genotip alınıb, yalnızca böyük A, kiçik A genotipi və mən dominant resesi. Baxın, görün burada noxudun sarı rəngi, yaşıl rəngi. Sarı rəngi dominantdır, yaşıl rəngi isə resesivdir. Yəni üzə buna görə də sarı rəngi çıxdı. Aydındırmı? Əgər yaşıl rəng dominant olsaydı, böyük A, kiçik A-ya mən yaşıl rəng deyəcəkdim. İndi gəlin baxaq. Baxın, burada da görürsünüz. Mavi çiçək, ağ çiçəklə çarpazlaşdırılır. Nəticədə hamısı alınır, böyük el, kiçik el. Bu, eynilik və dominantlıq qanunudur. İkinci qanun isə parçalanma qanunu adlanır. Bu zaman Mendel indi bu aldığı belə deyək, hibridləri öz-özünə tozlandırır və ikinci nəsli almağa çalışıb burada. Baxın, birinci nəsil böyük A, kiçik A-nı çarpazlaşdırıb böyük A, kiçik A-nı. Buradan alınıb A geni, həmçinin buradan da bir dənə böyük A, bir dənə kiçik A çarpazlaşdırma aparır. Mən bunu bu genlə birləşdirirəm, yazıram böyük A, böyük A. Bu böyük A ilə bu kiçik A-nı birləşdirirəm, yazıram böyük A, kiçik A. Həmçinin bu böyük A-nı bu kiçik A-na birləşdirib yazıram yenə böyük A, kiçik A. Və bu kiçik A ilə də bu kiçik A-nı birləşdirib yazıram kiçik A, kiçik A. Aha, indi baxaq görək hansı nisbətdə alındı bu. Bir dəqiqə. Deməli, 4/1 böyük A, böyük A, 4/1 qədər kiçik A, kiçik A, 2 dənə də böyük A, kiçik A yaranmışdı axı. Demək, o nəslin 2/1 hissəsini təşkil edir. Gəlin bura baxaq. Böyük A, böyük A nəyi bildirəcək? Sarını. Böyük A, kiçik A, yenə böyük A dominantdır, sarı. Bu da sarı, bu kiçik A-lar olduğu üçün yaşıl, resesiv əlamətdir. Burada artıq parçalanma baş verdi. Çarpazlaşma zamanı hansı əlamət ki, birinci nəsildə gizli qalmışdı? Yəni, birinci nəsildə gizli qalan əlamət, yəni resesiv əlamət artıq ikinci nəsildə 3-1-ə nisbətdə üzə çıxdı. Baxın, mən birinci nəsildə bu kiçik A-ları görmürdüm, amma burada var. İndi fenotipə görə parçalanma necə oldu desəm, siz gəlib baxacaqsınız rənglərinə ki, 1, 2, 3. 3 dənə sarı,
Bir dənə də yaşıl, yəni bu zahirə əlamətinə görə, rəng əlamətinə görə parçalanma 3-ün 1-ədir. 3 sarı, 1 yaşıl. Genotipə görə parçalanma necədir? Yəni bu yazılışına deyək də, belə deyək, hərflərinə, loru dildə. Bir dənə böyük ya var, yazıram 1. 2 dənə böyük ya, kiçik ya var, yazıram 2. Bir dənə də kiçik A-lar var, yazıram 1. Genotipə görə parçalanma oldu 1-in 2-yə 1-ə. İndi neçə fenotip oldu burada? 2 dənə, bir sarı, bir yaşıl. Neçə genotip oldu? 1, 2, 3 dənə kiçik A-lar, böyük A, kiçik A, böyük A-lar. Yəni bunu bir dəfə götürdüm. Deyirəm ki, 3 dənə genotip alınıb. Bax 1, 2, 3, 4 dənədir burada. Bu böyük A, kiçik A eyni olduğuna görə mən bunu 1 götürürəm. Deyirəm bir dənə böyük A-lar, bir dənə böyük A, kiçik A, bir dənə də kiçik A genotipi. Yəni ümumilikdə 3 genotip var. İndi monohibrid çarpazlaşma nədir? Dihibrid çarpazlaşma nədir? Mendel birinci dəfə çarpazlaşma aparıb bir dənə əlamətə görə, o bir dənə rəng əlamətinə görə buna deyirəm monohibrid çarpazlaşma. Baxın, adından göründüyü kimi mono bir deməkdir. Bir rəng əlamətinə görə çarpazlaşma aparılıb. Amma var dihibrid çarpazlaşma. Yenə adından göründüyü kimi iki əlamətə görə çarpazlaşma. Rəng əlamətinə və formasına görə. Baxın, burada sarı rəngdə, baxın, bir əlamət və hamar noxudlar. İki əlamət. Bir sarı, bir də hamar əlamətinə görə, yəni iki əlamətə görədir burada. Burada isə yaşıl qırışıq noxudlardır. Yenə rəng əlaməti və yenə forma əlaməti. Baxaq görək burada sarı rəng dominantdır, yaşıl rəng resessivdir. Hamar rəng dominantdır, böyük B-lərlə işarələmişəm. Qırışıq isə resessivdir, kiçik B-lərlə işarələmişəm. Çarpazlaşma apardıqda, baxın, böyük AB, bir dəqiqə. Yox, birinci bura baxıram. Buradan alınacaq kiçik A, kiçik B. Buradan isə alınacaq böyük A, böyük B. Bu birinci nəsildə, bax bu iki qametin birləşməsindən alınır böyük A, kiçik A, böyük B, kiçik B. Aydındırmı? Sonra mən bu ikinci nəsildə bunu öz-özünə yenə çarpazlaşdırıram. Böyük A, kiçik A, böyük B, kiçik B ilə böyük A, kiçik A, böyük B, kiçik B parçalanır. Qametlər yaranır. Böyük A ilə böyük B birləşir. A, B qameti. Böyük A ilə kiçik B birləşir. Böyük A, kiçik B qameti. Kiçik A ilə böyük B birləşir. Kiçik A, böyük B qameti. Bu kiçik AB birləşir. Kiçik AB qameti. Həmçinin digər fərddə də eyni qametlər yaranır və sonra birləşir. Baxın, bunlar belə, bunlar burada, bunlar burada, bunlar burada. Çarpazlaşdırıram, yazıram. Məsələn, burada yazacağam böyük A, böyük A, böyük B, böyük B. Burada yazacağam böyük A, böyük A, böyük B, kiçik B. Məsələn, bura baxaq. Yazacağam kiçik A, kiçik A. Baxın, belə gəlmir bura. Bir də bura. Kiçik A, kiçik A, böyük B, kiçik B şəklində yazacağam. İndi gəlin baxaq. Mendelin 3-cü qanunu əlamətlərin sərbəst paylanması qanunudur və burada Mendel dihibrid çarpazlaşma aparır və baxıb ki, çarpazlaşma baş verəndə hər cüt alli digər cütlərdən asılı olmayaraq nəsildən nəslə sərbəst surətdə paylanır. Yəni, bu əlamətlərin sərbəst paylanması qanunudur. Hər cüt alli digərlərindən asılı olmayaraq nəsildən nəslə sərbəst surətdə paylanılır. İndi bura baxaq. Dedim ki, çarpazlaşma aparıldı. Qametləri dedim. Burada eyni qametlər. Baxın. Əvvəlcə fenotipdən danışmaq istəyirəm. Bir neçəsini deyim. Baxın. Böyük A, böyük B. Demək bunun fenotipi sarı hamardır. Böyük A, böyük B. Yenə sarı hamar. Böyük A, böyük B. Sarı hamar, sarı hamar, sarı hamar. Baxın, böyük A, kiçik B. Sarı, qırışıq. Şəkil biraz yaxşı düşməyib. Kitabınızda var bu şəkli açıb qoyun. Böyük A, böyük B. Sarı hamar. Böyük A, kiçik B. Sarı, qırışıq. Böyük A, böyük B. Sarı hamar. Böyük A, böyük B. Sarı hamar. Yaşıl hamar, yaşıl hamar, sarı hamar, sarı qırışıq, yaşıl hamar və yaşıl qırışıq. Say isə mən 9 dəfə sarı hamar dedim, 3 dəfə sarı qırışıq dedim, 3 dəfə yaşıl hamar, 1 dəfə də yaşıl qırışıq. Yəni fenotipə görə 9 dənə böyük A, böyük B, 3 dənə böyük A, kiçik B, 3 dənə kiçik A, böyük B, 1 dənə də kiçik A, B oldu. Yəni nisbət oldu 9-un 3-ə, 3-ə və 1-ə.
İndi gəlin genotipə baxaq. Genotipi mən yazsam. Bu ardıcıllıqla yanınızda saxlayın. Baxın, birincisi bu xətt. 4 dənəsi böyük A, kiçik A, böyük B, kiçik B olur. Yəni bu nə deməkdir? 4 dənəsi hər iki əlamətə görə heterozigot olur. Diqqətlə bunu yadınızda saxlayın, çünki məsələlər var bu haqda. Deyir ki, məsələn, hər iki əlamətə görə heterozigot olanlar ümumi nəslin neçə hissəsini təşkil edir? Mən deyəcəm 16-da 4, yəni 4də 1 hissəsini. Sonra baxıram bu hissəyə. Baxıram, baxın. Böyük A, böyük A, böyük B, böyük B. Böyük A, böyük A, kiçik B'lər. Kiçik A'lar, böyük B'lər. Kiçik A'lar, kiçik B'lər və hər birindən bir ədəd. Baxın, hər birindən bir ədəd. Bunu da bura yazdım. 1, 1, 1, 1. Bu nədir? Hər iki əlamətə görə homozigot olan fərdlərdir. Məsələn, deyir ki, hər iki əlamətə görə homozigot olan fərdlər nəslin neçə faizini təşkil edir? Mən deyirəm 25 faizini. 16-da 4 vurulsun 100. Sonra İndi gəldik digərlərinə baxmağa. Əvvəlcə bu çarpazı yadınızda saxlayırsınız. Sonra bir dənə bura baxın. Böyük A'lar, böyük B, kiçik B. 2 dənədir. Böyük A, kiçik A, böyük B'lər. Bunlar da 2 dənədir. Sonra kiçik A'lar, böyük B, kiçik B. Dəqiqə, kiçik A'lar, böyük B, kiçik B. Bu da 2 dənədir. Böyük A, kiçik B'lər. Böyük A, kiçik B'lər. Bunlar da 2 dənədir. İndi nisbət necə oldu? 4 dənə hər iki əlamətə görə heterozigot, 2, 2, 2 nisbətdə 1 əlamətə görə heterozigot və ya 1 əlamətə görə homozigot. Baxın, bu 1 əlamətə görə homozigotdur, 1 əlamətə görə heterozigotdur. Bəs bunları niyə 2, 2 yazdım? Çünki baxın, bu ayrı genotipdir, bu ayrıdır. Hər birini ayrıca yazmalıyam. Və 4 dənə də 1, 1, 1 nisbətdə hər iki əlamətə görə homozigot fərdlər oldu. Genotipə görə parçalanma 4-ün 2-yə, 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 1-ə, 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 1-ə nisbətdə olur. Ümumilikdə baxaq görək neçə fenotip, neçə genotip alındı. Kombinasiya 16 dənədir. Baxın 4 dənə qamet burada, 4 dənə də qamet burada alındı. Ümumilikdə 16 kombinasiya yaranacaq. Fenotip sayı 4, genotip sayı isə 9. 4 dənə sarı hamar, sarı qırışıq, yaşıl hamar, yaşıl qırışıq fenotipləri. Genotipdə indi sadaladığım kimi 9 dənə. Bununla bağlı məsələlər burada dəhşət çoxdur. Məsələn, deyir ki, dediyim məsələlər başqa. Məsələn, neçə faizi sarı hamardır, neçə faizi yaşıl qırışıqdır. Bunlardan əlavə, məsələn, deyir ki, erkək fərdin AB tipli qameti yaşamaq qabiliyyətini itirdi. Dişi fərdin də kiçik A, kiçik B-si yaşamaq qabiliyyətini itirdi. Siz yenidən yerdə qalan qametlərlə çarpazlaşma aparıb özünüz yazacaqsınız. Məsələn, soruşacaq ki, alınan nəslin neçə hissəsi yaşıl hamar noxudlar təşkil edir, hesablayıb tapacaqsınız. Yaxşı, davam edək. Polihibrid çarpazlaşma nədir? Mendel artıq 2-3 cüt allelə görə, məsələn, indi dediyim neçə idi? 2 cüt allelə görə fərqlənirdi. Baxın, 2 cüt allelə görə. Yəni, hər alleldə də, belə deyək də, 2 hərf var. İndi, polihibrid çarpazlaşma aparıb, yəni 3 əlamətə görə də çarpazlaşma aparıb. Bu daha da çox ola bilər. Biz burada qamet sayını, fenotip sayını, genotip sayını, kombinasiya sayını necə tapırıq? Qamet sayını 2 üstü n düsturu ilə, fenotip sayını da həmçinin 2 üstü n düsturu ilə, genotip sayını 3 üstü n, kombinasiya sayını isə 4 üstü n düsturu ilə tapırıq. Burada n nədir? Heterozigotların sayı. Məsələn, baxaq bu genotipə. Böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C. Burada neçə dənə heterozigot var? 1, 2 və 3 dənə. Tam 3 dənə heterozigot var. İndi qameti tapanda yazacağım 2 üstü 3, yəni 8 növ qamət. Fenotipi tapanda 2 üstü 3, 8 dənə fenotip. Genotipi tapanda 3 üstü n, 3 üstü 3 bərabərdir 27. Kombinasiyanı tapanda 4 üstü n, 4 üstü 3 bərabərdir 64 kombinasiya. Belə, bunu da yadda saxlamalısınız. Sonra qametlərin saflığı hipotezindən danışaq. Nədir qametlərin saflığı hipotezi? Diploid orqanizmlərin qameti haploid olur. Yəni, bunun üçün
belə deyək də, allel genlərdən biri düşməlidir qametə. Hansı canlılardakı allel genlərdən biri düşür, orada qametlərin saflığı hipotezi özünü doğruldur. Məsələn, burada qametə düşəcək böyük ya kiçik ya axı, demək bu artıq saf deyil də, təkcə böyük ya olmalıdır, ya kiçik ya olmalıdır, bir dənə allel olmalıdır. Ona görə mən deyirəm ki, bu poliploidlərə aid deyil də, ancaq diploidlərdədir, vəssalam. Sonra analiz edici çarpazlaşmanı da deyim sizə. Nədir analiz edici çarpazlaşma? Mən qabağımda görürəm ki, belə deyək də, qırmızı bir dənə gül var. Qırmızı da böyük ailə işarə olunur, yəni dominant əlamətdir. Ağ rəngdəki kiçik A-dır. Mən baxıram ki, bu güldür də, görürsən bunun genotipi böyük ya böyük A-dır, yoxsa böyük ya kiçik A-dır, hər ikisi ola bilər də. Bu da qırmızı bildirir, bu da qırmızı bildirir. Mən necə bilməliyəm ki, bu homozigotdur, yoxsa heterozigotdur? Bunun üçün resessivlə, A-larla çarpazlaşma aparıram və bunu adlandırıram analiz edici çarpazlaşma. Yəni analiz edirəm ki, bu homozigotdur yoxsa heterozigotdur. Əgər homozigotdursa, belə deyək də, resessiv üzə çıxmırsa, təkcə yenə bir növ qırmızı çiçəklər alınırsa, bu demək ki, böyük ya böyük aymış, homozigot imiş. Yox, əgər resessiv əlamət üzə çıxdısa, kiçik A özünə bir dənə də kiçik A tapıb ağ çiçək də əmələ gətirdisə, demək bu böyük ya kiçik aymış, yəni heterozigot imiş. Mən analiz edici çarpazlaşma nəyə görə aparıram? Bu fərdin homozigot yoxsa heterozigot olduğunu müəyyənləşdirmək üçün. Və qeyri-tam dominantlıq deyilən bir anlayış var. Nədir qeyri-tam dominantlıq? Başqa sözlə adlanır irsiyyatın aralıq xarakteri. Heterozigot olduqda bir gen digərinin təsirini zəiflədir. Gəlin buna əvvəlcə bir misal üzərindən baxaq. Mən, təbii ki, bu bütün canlılarda yoxdur. Bir dəqiqə. Heterozigotlarda bir gen digərinin təsirini zəiflədir. Yəni, tam dominantlıq olmur da, qeyri-tam dominantlıq olur. Normalda necə idi? Mən böyük ya, kiçik ya baxırdım, deyirdim ki, deməli, bu sarı noxuddur. Qeyri-tam dominantlıq olduqda isə, bax, bu gen bunun təsirini zəiflədir. Tam dominantlıq etmir də, sadəcə zəiflədir. Böyük ya, kiçik ya fərqli bir rəng olur. Məsələn, böyük ya qırmızı olur, kiçik ya ağ olur. Böyük ya, kiçik ya artıq çəhrayı rəng olur. Bir gen digərinin təsirini zəiflətdi. Tamamilə dominantlıq edib onu qırmızıya çevirə bilmədi. Yaxşı, burada baxaq, ağ xoruzla qaranın çarpazlaşmasında F1 nəslində, baxın burada, mavi toyuqlar alınır. Nəyə görə? Çünki böyük ya, kiçik ya-da, bax bu A, böyük A üstündə tam dominantlıq edə bilməyib. Yəni, qara rəng tamamilə üzə çıxa bilməyib, sadəcə təsirini zəiflədib. Və mavi rəngdə fərdlər alınıb, sonra onlar özü ilə də təbii ki, çarpazlaşanda böyük ya olacaq qara, kiçik A-lar olacaq ağ, böyük ya, kiçik ya yenə mavini bildirəcək. Yəni, burada genotipə görə nisbət onsuz da 1, 2, 1 idi də, elə deyil, 1-in 2-yə 1-ə. Bir dənə kiçik A-lar, bir dənə böyük ya-lar, 2 dənə böyük ya, kiçik ya. Genotipə görə nisbət 1, 2, 1 idi. Fərqli cəhət odur ki, fenotipə görə nisbət də 1-in 2-yə 1 olur. Bir dənə ağ olur, bir dənə qara olur, 2 dənə də mavi olur. Deyirəm 1-in 2-yə və 1-ə. Bu, təkrar edirəm, qeyri-tam dominantlıq bir genin digərinin təsirini zəiflətməsidir. Məsələn, biz bunu gecə çayı bitkisində də görürük. Baxın, qırmızı rəngdə olan böyük A-lardır. Ağ rəngdə olan kiçik A-lardır. Yəni, burada A dominantdır. Mən birinci nəsildə alıram böyük ya, kiçik ya. Yəni, çəhrayı rəngi alıram, qırmızı rəngi almıram. O böyük ya, kiçik yanı yenə böyük ya, kiçik ya ilə çarpazlaşdıranda həm fenotipə görə, həm genotipə görə 1-in 2-yə 1-ə nisbətdə deməli, fərdlər alıram.
Delin əlamətlərin sərbəst paylanması qanunundan və bu zaman dedik ki, qeyri-allel genlər müxtəlif homoloji xromosomlarda yerləşirlər. Yəni burada böyük ya böyük B qeyri-allel genlərdir. Alleli deyil ki, bunlar bir-birinin A-nın allelidir, B-B-nin, A və B qeyri-allel genlərdir. Və əgər bunlar müxtəlif homoloji xromosom cütlərində yerləşərsə, bu zaman əlamətlər sərbəst paylanır. Burada Mendelin qanunu özünü doğruldur. Amma bu qeyri-allel genlər ayrı homoloji xromosomlarda yerləşdiyi kimi, baxın, eyni homoloji xromosomda da yerləşə bilər. Burada bunu səhv yazmışam, düzəldəcəm. Eyni homoloji xromosomlarda da yerləşə bilər. Bu zaman artıq Mendelin əlamətlərin sərbəst paylanması qanunu özünü doğrultmur. Ümumiyyətlə, bu ilişikli irsiyyatı araşdırıb Thomas Morgan və onun tədqiqat obyekti drozofil meyvə milçəyi olmuşdur. O nəyə görə meyvə milçəyini, drozofil milçəyini seçib? Çünki çox tez nəsil verir, 10-15 gündən bir, xromosom sayı da azdır, 2-yə bərabərdir 8-ə, testlərdə bu çox düşür, əzbərləməlisiniz və bir-birindən fenotipinə görə fərqlənən növlər var. İndi hər biri haqqında danışacağıq. Deməli, neyiniyib Morgan? Ümumiyyətlə, Morgan qanunu nədir? Eyni xromosomda yerləşən genlərin ilişikli surətdə birgə keçməsi adlanır Morgan qanunu. Konjugasiya Krassingover haqqında da məlumat verir, sonra keçək Morganın tərcüməsinə. Deməli, konjugasiya Krassingover. Konjugasiya bu homoloji xromosomların bir-birinə yaxınlaşmasıdır. Bir-birinə yaxınlaşırlar və konjugasiya sözü birləşmə deməkdir. Və bu konjugasiyaya girir ki, hansı ki, bax, bu homoloji xromosomlar, onların arasında gen sahələrinin mübadiləsi baş verir. Baxın, bu xromosomun bu hissəsi buna, bunun burası buna. Yəni, bunların arasında mübadilə baş verir və bunlar artıq mübadilə getmiş xromosomlardır. Bunların arasında gen sahəsi mübadiləsi baş verdi. İndi birazdan bunu hərflər, genotiplər üzərində də izah edəcəm. Və Krassingover ehtimalı necədir? Qeyri-allel genlər bir-birindən nə qədər uzaq olsa, Krassingover ehtimalı da bir o qədər yüksək olur. Yəni, qeyri-allel genlər uzaq olmalıdır ki, Krassingover ehtimalı yüksək olsun. Məsələn, testlərdə verir. Məsələn, yazıram A, bu buradadır, bu isə buradadır, A və C qeyri-allel genlərdir. Biri homoloji xromosomun bu tərəfindədir, biri burada. B isə A-nın yanındadır. Bunların hansı da Krassingover ehtimalı daha yüksəkdir? Uzaq olanlar A və C arasında. A və B arasında isə ehtimal daha aşağıdır. İlişikli gen qrupu sayı anlayışında bildirim sizə. Nədir ilişikli gen qrupu? Haploid xromosom sayına bərabərdir. Və hər bir orqanizmdə ilişikli gen qrupu var. İlişikli gen qrupunun sayı ilə haploid xromosom sayına bərabərdir. 2-yə bərabərdir 8-ə drozofil milçəyində. Onun haploid dəsti də 4-dür. İlişikli gen qrupunun sayı da 4-dür. İndi bəs nə? Morgan deməli təcrübə üçün götürüb boz bədən normal qanadı. Baxın, boz bədən böyük A-dır, qara bədən kiçik A-dır, normal qanad böyük B-dir, rudiment qanad isə kiçik B-dir. Götürüb böyük A, kiçik A, böyük B, kiçik B-ni, yəni boz bədən normal qanadı, qara bədən rudiment qanadla çarpazlaşdırıb. Kiçik A-lar kiçik B-lərlə, qara bədən rudiment qanad. Normalda deməli biz Mendelin qanununa görə baxsaq, buradan alınacaq böyük AB qametləri, buradan alınacaq AB qameti, kiçik A, kiçik B-lərdən də kiçik A, kiçik B qametləri əmələ gələcək və bunlar yenidən birləşəcəklər. Alınacaq böyük A, kiçik A, böyük B, kiçik A, kiçik B-lər. Yəni 50% bu valideynə oxşar, 50% də bu valideynə oxşar fərdlər alınacaqdır. Yəni 50% boz bədən normal qanad, 50% isə qara bədən rudiment qanad. Ancaq burada nə baş verdi? Mendelin qanunu özünü doğrultmadı və gen sahələri arasında mübadilə baş verdi. Yəni burada ancaq A, B, kiçik A, kiçik B ötürülmədi də qametə. Bunların arasında çarpazlaşma da baş verdi. A, B, kiçik A, B də birləşdi, bir qamet əmələ gətirdi. Yəni bu 2 deyil, 4 qamet əmələ gətirdi. Çünki gen sahələri arasında mübadilə baş verdi, Krassingover baş verdi və çarpazlaşma nəticəsində
41,5% bir boz bədən normal qanat, 41,5% qara bədən rudiment qanat, yəni valideyn əlamətli fərdlər 83%, 17% isə kombinativ əlamətli fərdlər. Yəni bax bu kiçik A, böyük B qaməti ilə kiçik A, kiçik B qaməti birləşdi. Bir dəfə də böyük A, kiçik B qaməti ilə kiçik A, kiçik B qaməti birləşdi və 8,5 kombinativ əlamətli, yəni qara bədən normal qanat, boz bədən rudiment qanatlı fərdlər yarandı. Valideyndən fərqli oldu. Biz bunu necə adlandırırıq? Crossover baş verdikdə, yəni gen sahə mübadiləsi baş verəndə kombinativ dəyişkənlik də yaranır. Yəni yeni fərdlər, yeni əlamətlər də yaranır. Amma crossover baş verməsə, eləcə valideyn əlamətli fərdlər yaranır. Heç bir dəyişiklik olmur. Biz bunu ilişikliliklə necə əlaqələndiririk? Crossover baş verməyəndə ilişiklilik tam olmuşdur. Crossover baş verdikdə isə ilişiklilik pozulmuş olur. Yəni qeyri-allergenlərin bir yerdə keçməsi artıq pozulmuş olur. Deməli, bununla bağlı daha çox suallar düşür. Məsələn, test verildikdə çox mötərizənin içində qeyd edir. Crossover baş vermişdir və yaxud crossover baş verməmişdir. İlişiklilik var, ilişiklilik yoxdur. Bunların hamısını nəzərə almaq lazımdır. Əgər ilişiklilik var deyərsəm, məsələn, biz daha çox ümumiyyətlə gördüksə böyük A, kiçik A, böyük B, kiçik B. Bundan 4 cür qamət yazırıq. Böyük AB, kiçik AB, böyük A, kiçik B, kiçik A, böyük B. 4 qamət yazırıq. Əgər mənə desək ki, crossover baş verməyib və ilişiklilik var, mən sadəcə bunları götürürəm. Böyük AB mənə demək istəyir ki, qeyri-allergenlər eyni homoloji xromosomdadır və eyni ötürülür də, birgə ötürülür. Biri də kiçik A, kiçik B. Bu artıq olur crossover baş vermədikdə. Karyotip anlayışından bəhs edim. Karyotip nədir? Canlının bir nüvəsində olan xromosom sayı deməkdir karyotip. Məsələn, insan karyotipində, yəni insanın bir nüvəsində, hüceyrəsinin bir nüvəsində 46 xromosom var. Bu 46 xromosomdan 44-ü autosomdur, ikisi cinsidir. Ümumilikdə 46 xromosom var, 44-ü autosom, ikisi cinsi. Məsələn, baxın, burada kişi xromosomlarını və qadın xromosomlarını vermişəm. Bu 22 cütdür də, baxın, bir, hərəsində 2 dənə, yəni bu cüt-cütdür. 22 cüt də qadında. Görürsünüz ki, bunlar bir-birindən deməli, fərqlənmirlər də, baxın. 15 burada da eynidir, burada da 14 burada da eynidir, burada da 13 eyni. Yəni autosom xromosomuna görə kişi qadınla fərqlənmir. Amma cinsi xromosomlarına görə fərqlənirlər. Kişinin cinsi xromosomları XY-dir, qadının cinsi xromosomları isə XX-dir. Təkrar deyirəm. Autosom xromosomuna görə erkək və dişi bir-birindən fərqlənmir. Cinsiyyət xromosomlarına görə isə erkək və dişi bir-birindən fərqlənir. Erkəkdə XY-dir, dişidə isə XX. İnsanın normal karyotipini burada vermişəm. Təkrar baxırıq. Baxın, kişini 44 üstəgəl XY ilə, qadını 44 üstəgəl XX-ən işarələmişəm. Autosom xromosom hər ikisində eynidir. Fərqlilik yoxdur. Cinsiyyət xromosomlarına görə isə fərqlənirlər. Kişidə XY-dir, qadında XX-dir. Buna uyğun olaraq, gəlin baxaq görək necə qametlər hazırlayırlar. Baxın, kişi 2-yə bərabərdir 46, qadın 2-yə bərabərdir 46. Bunlardan, bax bu 2 dənəsi cinsiyyət xromosomudur, yerdə qalan 44 dənəsi autosomdur. Məsələn, insan deyil, başqa bir canlının karyotipini verib, yazıb, məsələn, drozofil milçəyində 2-yə bərabərdir 8. Bu drozofil milçəyinin 8 xromosomundan ikisi cinsidir, yerdə qalan 6 dənəsi autosomdur. İndi mən kişi üçün xromosom yığımını 44 üstəgəl XY şəklində yazıram. 44 autosom, 2 dənə də cinsi xromosomunu yazıram və qamet əmələ gəlməsi deyirəm. Autosom xromosomdan qametlərin hərəsinə yarısı düşür. 22 dənə bura, 22 dənə bura. Sonra X bura, Y bura kişi üçün söhbət gedir. Qadın isə 44 üstəgəl XX-dir. Yenə bu autosomun yarısı düşür 22. Cinsi xromosomun da yarısı düşür X.
Yəni qadın bir tip qamet əmələ gətirdi, kişi isə iki tip. Sonra əgər bu 22 üstəgəl x ilə 22 üstəgəl x birləşərsə, 44 üstəgəl x xromosomlu qızlar doğulacaq. Y xromosomu ilə olan qametlə bunun birləşməsindən 44 üstəgəl xy, yəni oğlan uşağı doğulacaq. Bu deməli 50% 50% nisbətində olur bu. Sonra bizə fərqli nə sual düşə bilər burdan? Xromosom müxtəlifliyi anlayışı düşə bilər. Nədir xromosom müxtəlifliyi? Məsələn, kişinin somatik hüceyrəsində desək ki, neçə xromosom müxtəlifliyi var? Bu 44-də 44 avtosom xromosomda 22 müxtəliflik var. Yəni 22-sinə görə bir-birindən fərqlənirlər. 2 dənə də, yəni X, Y-də cinsiyyət xromosomu fərqli cürdür də. Biri X-dir, biri Y-dir. Fərqlənir bunlar bir-birindən. 22 üstəgəl bir dənə X, üstəgəl bir dənə Y. Ümumilikdə 24 dənə müxtəlif xromosom oldu. Somatik hüceyrəsində 24 xromosom müxtəlifliyi oldu. İndi qametinə baxıram. Bax, bu 22-si ayrı-ayrıdır, X də ayrıdır. Demək, qametində 23 xromosom müxtəlifliyi var. Kişinin somatik hüceyrəsində 24, qametində isə 23 xromosom müxtəlifliyi var. Qadına baxıram indi. 22 dənə autosomda bir dənə də bu X-lərdən X. Bax, burada X, Y-i ayrı-ayrı götürdüm. Yazdım 22 üstəgəl bir dənə X, bir dənə Y. Burada isə 22 üstəgəl bir dənə X fərqliliyi yazıram və tapıram ki, 23 xromosom müxtəlifliyi var. Qametinə də baxıram, 22 autosom müxtəlifdir, bir dənə də X müxtəlifdir. Cəmi olur 23 dənə. İndi baxın, kişinin somatik hüceyrəsində xromosom müxtəlifliyi 24-dür, qametində 23-dür. Qadının somatik hüceyrəsində xromosom müxtəlifliyi 23-dür, qametində də həmçinin 23-dür. Testlərdə bunu necə verirlər? Məsələn, insanla kişidən, qadından söhbət eləmədən heteroqamet, homoqametliklə əlaqəli verirlər. Biz burasını bilməliyik ki, baxın, əgər heteroqamet olarsa, somatik hüceyrəsindəki müxtəliflik qametindən bir vahid artıq olur. Yox, əgər deməli homoqametdirsə, onda qameti ilə somatik hüceyrəsindəki xromosom müxtəlifliyi bir-birinə bərabər olur. Yaxşı, mən deyirəm, bayaqdan homoqamet, heteroqamet bu anlayışdan da tanış olaq. Loru dildə desəm, homoqamet eyni hərflərdir, heteroqamet fərqli hərflər, fərqli cür işarə olunur. Məsələn, homoqamet XX, heteroqamet XY. Və qametlər əmələ gətirməsinə görə fərqlənirlər. Homoqametlər eyni tipdə qamet əmələ gətirir. Yəni, əgər xromosom yığımı buradakı kimi XX-dirsə, bu əmələ gətirəcək bir dənə X, bir dənə də X. XY-dirsə, əmələ gətirəcək bir dənə X, bir dənə Y. Deməli, bu heteroqamet XY müxtəlif tipdə qametlər yaratdı. Bir dənə X yaratdı, bir dənə Y yaratdı. Amma homoqamet XX iki dənə X yaratdı. Normalı belədir. Yəni, dişilərin xromosom yığımı XX-dir, erkəklərinki XY-dir. Bu canlıların əksəriyyətində belədir. Amma fərqliliklər var. Dişi heteroqamet olanlar var. Hansılar ki, dişi XY-dir, erkək XX-dir, normalın əksinə olaraq. Bu canlılar quşlar, əksər sürünənlər və kəpənəklərin bəzi növləridir. Diqqət göstərin, testdə bununla bağlı suallar çox düşür. Məsələn, quş deyir, ilan deyir, kərtənkələ deyir. Siz nəzərə almalısınız ki, quşlarda, sürünənlərdə artıq dişi heteroqametlik var. Sonra dişi XX, erkək X0 olanlar var. Bunlar hansı canlılardır? Partenogenezlə doğulan canlılar, hansı ki, partenogenezlə yaranan canlılar, üzr istəyirəm. Məsələn, erkək bal arısı, mən indi biraz əvvəl danışdım ki, partenogenezlə çoxalır, yəni mayalanmamış yumurta hüceyrədən yeni bir orqanizm inkişaf edir. Bu zaman nə baş verir? Yumurta hüceyrənin X xromosomundan eləcə erkək yaranır da. Yəni, bura əlavə başqa bir xromosom birləşmir. Ona görə ikinci xromosomun yerində yazıram 0. Erkək X 0 olur. Dişilər isə normal olduğu kimi X, X-ə bərabər olur. Bir də güvədə fərqlilik var. Güvənin də dişisi X 0-dır. Bax, burada erkək X 0-dır. Güvədə dişi X 0-dır. Erkək isə X, X-ə bərabərdir. Biz bitkilərdə də cinsi xromosomlarla rastlaşırıq.
hansı bitkilərdir? Kənaf, maya sarmaşığı və elageya bitkilərində cinsi xromosomlar var. Bunlarda dişi XX-dir, erkək XY-dir. Çiyələk bitkisində isə fərqlilik var. Dişi heteroqametlik var, dişisi XY-dir, erkəyi isə XX-ə bərabərdir. Cinsiyyətlə ilişikli irsiyyət anlayışı ilə tanış olaq. Əgər əlamətlər X və Y cinsi xromosomunun genləri ilə irsən nəslə keçirsə, bu cinsiyyətlə ilişikli genlər deməkdir. Yəni hər hansısa bir əlamət, məsələn, rəng əlaməti olsun, bədən quruluşu olsun, ya hər hansısa bir xəstəlik olsun, əgər XY-dən ötürülürsə, yəni cinsiyyət xromosomu ilə ötürülən bir gendirsə bu adlanır cinsiyyətlə ilişikli gen, yəni cinsiyyətlə əlaqəli olan gen kimi başa düşülür. Bir də pişiyin bu rəngindən danışmaq istəyirəm. Pişiklərdə qara rəng böyük B, sarı rəng B ilə, kiçik B ilə işarə olunur, dominant və resessiv olmaqla. Bu B genləri ancaq yerləşir X-də bir yerdə. Y-də bu deməli olmur. XX, yəni belə deyim də, bunların XX-də yan-yana gəlməsi üçün, böyük B, kiçik B-nin yan-yana gəlməsi üçün bu mütləq dişi olmalıdır və bu ala-bula rəng deməkdir. Böyük B, kiçik B ala-bula rəngdir və yalnız dişilərdə olur. Çünki XX təkrar eləyirəm, yan-yana olmalıdır ki, burada birində böyük B, birində kiçik B olsun və deməli bildirsin ki, bu ala-bula rəngdə pişikdir və mütləq dişidir. Hemofiliya və daltonizm xəstəliyindən danışıram. Bunlar X xromosomunda yerləşən resessiv genlərlə ötürülür. X resessivlə. Yəni demək bu ötürüləcək qadının əgər bu üzə çıxmırsa, gizli qalırsa, baxın, qadının ikinci bu X xromosomunda daşıyıcı kimi ola bilər. İndi birazdan danışacağım hamısı ilə ətraflı. Hemofiliya qanın normal laxtalanmaması, daltonizm isə göz xəstəliyidir. Bunlar isə Y xromosomu ilə ötürülən genlərdir, hansı ki, qulaqda tüklülük və dərinin balıq dərisi kimi pulcuqlu olması ötürülür mütləq Y xromosomu ilə. Yəni bu əlamət ancaq Y-də, dərinin balıq dərisi kimi pulcuqlu olması ancaq Y-də olacaq. Gəlin hemofiliyanın ötürülməsinə bir dəfə insanların misalında baxaq. Baxın, burada sağlam kişi ilə daşıyıcı qadın arasında çarpazlaşma aparırıq. Sağlam kişini işarə edirik XY, daşıyıcı qadının isə X, XH yazıram. Baxın, bu kiçik H hemofiliya genidir və qadının bu ikinci xromosomunda daşınır, gizlənir. İndi necə qametlər əmələ gətirəcək? Bunun daha doğrusu, bax, bunun X-i ilə bu Y birləşib, XY, normal, sağlam oğlanı dünyaya gətirəcək. Bu X-lə bu X-in birləşməsindən sağlam qız yaranacaq. Siz özünüz qametləri ayırarsınız. Sonra daşıyıcı qız yaranacaq. Sağlam kişinin bu X xromosomu ilə bu bir dəqiqə daşıyıcı qızdan söhbət edirəm. Sağlam kişinin X xromosomu ilə bunun XH, yəni hemofiliya geni olan xromosomu birləşəcək. Deməli XH əmələ gələcək. Baxın, bu birinci X-də olsa deyərdim ki, xəstə qız. Amma ikincidə olduğu üçün daşıyıcı qız olur. Yəni əlamət üzə çıxmır, amma xəstəliyi daşıyır. Xəstə olmur, sadəcə xəstəliyin daşıyıcısı olur. Sonra bu qadında gizli qalan bu XH-la kişinin Y xromosomu birləşdiyinə görə də XHY. Baxın, artıq burada dominant gendə üzə çıxdı. Bir xəstə oğlan doğulur. Bu sağlam kişi ilə daşıyıcı qadına aiddir. Biri də ola bilər ki, xəstə kişi ilə daşıyıcı qadının ailə qurmasında mən burada artıq xəstəliyi kiçik H-la deməli böyük H-la da normal X genini, normal laxtalanma genini işarələyirəm. Bunların çarpazlaşmasından baxın, X böyük H Y-dən, yəni normal laxtalanma geni ilə Y birləşir. Burada nə daşıyıcılıq var, nə xəstəlik var, sağlam oğlan doğulur. Yenə X böyük H-la normal laxtalanma geni ilə X kiçik H, bu daşıyıcı qadının geni birləşir. X böyük H, baxın, normaldır, nə xəstəlik deyil, nə daşıyıcılıq deyil. Amma burada
resessiv X kiçik H var axı. Demək bu gen bu qadında varsa, bu qadın bu xəstəliyin daşıyıcısıdır. Daşıyıcı qız doğulur. Sonra X kiçik H-la xəstəlik geni ilə baxın bundan Y birləşdi, artıq xəstə oğlan doğulmuş olur, hemofiliya xəstəsi. Burada isə yenə X kiçik H-la bu qadının gizli qalan X kiçik H-ı birləşir və xəstə qız doğulur. Burada fikir verin, xəstə qız yoxdur. Sağlam oğlan var, sağlam qız var, daşıyıcı qız var, amma bir dənə xəstə oğlan doğulmaq ehtimalı var, əgər qadın daşıyıcıdırsa. Amma əgər qadın daşıyıcıdırsa, kişi artıq xəstədirsə, burada xəstə oğlanın da, xəstə qızın da doğulmaq ehtimalı var. Daşıyıcı qız da doğula bilər, sağlam oğlanın da doğulmaq ehtimalı var. Hər biri gördüyünüz kimi qarşılıqlı təsiri haqqında. Bəzən ola bilir ki, bir əlamət bir neçə genlə idarə olunur. Bu adlanır qeyri-allel genlərin qarşılıqlı təsiri. Bunun hansı növləri var? Epistaz, komplementarlıq və polimeriya. Epistaz, komplementarlıq və polimeriya. Gəlin indi hər biri ilə ayrı-ayrılıqda tanış olaq. Epistazda bir gen digərinin təsirini zəiflədir. Gəlin baxaq bu genlərə, hansı genlərdir? Böyük C tükdə, bu ada dovşanları ilə bağlıdır. Böyük C ada dovşanlarında tükdə pigmentin olmasını göstərir. Yəni tükün qara rəngli olmasını. Kiçik C isə tükdə pigmentin olmamasını göstərir. Yəni ağ rəngli dovşanı ifadə edir. İndi baxaq əsas məsələ. Bax bu bir allel gendir. Bu böyük C və böyük A qeyri-allel genlərdir də. Gəlin baxaq görək bu qeyri-allel genlər bir-birinə necə təsir göstərir. Böyük A geni pigmentin yayılmasının alleli, pigmentin yayılmasının qarşısını alır. Kiçik A isə heç bir təsir göstərmir. Yəni, əgər genotipdə böyük C və böyük A varsa, bax bu A geni icazə verməyəcək tükdə pigment yayılsın. Böyük C geninə, belə deyək də, təsirini zəiflədəcək. Burada böyük A geni, böyük C geninin təsirini zəiflədir. Əgər kiçik C-dir, böyük A-dırsa, heç nə olduğu kimi ağ rəngdə olacaq. Böyük C, kiçik A olarsa, A C-yə heç nə eləmir. Kiçik A-nın böyük C-yə heç bir təsiri yoxdur. Elə qara rəngdə dovşanlar alınacaq. İndi çarpazlaşma üzərində desəm, sizə daha aydın olacaq. Deməli, əvvəlcə baxın, boz dovşan böyük C, böyük A olduğuna görə boz dovşan, kiçik C, kiçik A, ağ dovşanla çarpazlaşdırılıb, yenə boz dovşanlar alınıb. Boz dovşan öz-özünə çarpazlaşdırıldıqda bildiyimiz dihibrid çarpazlaşmanın genotiplərini yazırıq. Gördüyünüz kimi genotipə görə parçalanma da dəyişmir. Hamısında 4, 2, 2, 2, 1, 1, 1-dir. Olduğu kimi qalır. Fenotipə görə parçalanma necə olur? Baxın. İşarələsəm əgər rahat yadda qalmaq üçün, baxın bu hissə belə, belə, bir də gəlib ortadan belə xətt keçirsəm, bu 9 dənəsi boz olur. Bu sondakı 4 dənəsi ağ rəngdə olur. Yerdə qalan, bax bu 3 dənəsi də qara olur. 9-un 3-ə 4-ə. 9 dənə boz, 3 dənə deməli qara, 4 dənə də ağ dovşan alınır. Gəlin, məsələn, bəzilərinə baxaq. Baxıram. Burada 2 dənə böyük C, 2 dənə böyük A. Əslində böyük C nə idi? Tükdə pigmentin olması, yəni qara rəngdə dovşan demək idi. Amma bu böyük A bunun təsirini zəiflətdi, oldu boz dovşan. İndi gəlin qaraya baxaq. Böyük C-lər, kiçik A-lar. Böyük C qara dovşan deməkdir. Kiçik A bu genə heç bir təsir göstərmir, qara rəngdə dovşan alır. Baxaq indi bura. Kiçik C-lər, böyük A-lar. Kiçik C tükdə pigmentin olmaması deməkdir. Nə böyük A-nın, nə kiçik A-nın bura heç bir təsiri yoxdur. Hamısı olur ağ rəngdə. Burada ümumilikdə 16 dənə kombinasiya alındı. Genotipə görə parçalanma yenə dediyim kimi eyni olur dihibrid çarpazlaşmada. Neçə genotip alınıb burada? 9 dənə, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə genotip alınır. Fenotip isə 3 dənə, boz, qara, ağ. İndi qeyri-ailə genlərin qarşılıqlı təsirinin digər növü olan komplementarlığa baxaq. Komplementum tamamlamaq deməkdir. Burada sanki qeyri-allel genlər bir-birini
tamamlayıb yaxşı bir şey görürlər, bir iş görürlər də. Baxın, mən belə deyim, noxud bitkisindən söhbət eləyirəm. Ətirli noxud bitkisində çiçəklərin rəngi necə olur? Əgər dominant gen ancaq bir allel cütündədirsə, yəni baxın, böyük A, kiçik B, ancaq A dominantdır. Burada rəng ağ olacaq. Amma dominant allel hər ikisi dominant olarsa, bu zaman artıq qırmızı rəngdə çiçəklər alınacaq. Yəni biri dominant, digəri resessiv olarsa ağ rəng olur. Hər ikisi dominant olanda qırmızı rəngdə çiçəklər alınır. Yəni burada pigmentin yaranması üçün, qırmızı pigmentin yaranması üçün mütləq 2 dənə dominant gen lazımdır. Misal üzərindən baxaq yenə. Böyük A, kiçik A, böyük B, kiçik B öz-özünə çarpazlaşdırılıb. Burada fenotipə görə parçalanma olub 9-un 7-yə. 9 dənə, baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə qırmızı çiçək alınıb. 1, 2, 3, 4, 5, 6, 7 dənə də ağ çiçək alınıb. Əgər belə yazsam yadda saxlamaq üçün, bax, bu diaqonal üzrə, bir də bax, bu üst hissə, sol hissə, hamısı bir yerdə qırmızı olur, yerdə qalanlar ağ olur. Gəlin genotipə baxaq görək hansılar. Bax, böyük A, böyük B. Hər ikisi dominant olduğuna görə mən buna deyirəm qırmızı. Baxın, böyük A, böyük B, böyük A, böyük A, böyük B, böyük A, böyük B. Harda böyük dominant genlərdirsə, bu olur qırmızı. Amma gəlin bura baxaq. A dominantdır, B resessivdir. Demək, bu ağ olacaq. A dominant, B resessiv, ağ olacaq. A resessiv, B dominant. Yəni, bunlardan birinin dominant olmağı pigmentin üzə çıxmasına kifayət eləmir. Hər ikisi dominant olmalıdır. Deməli, burada da ümumilikdə 16 kombinasiya alındı. Genotip sayı yenə eyni 9 dənə olacaq. Fenotip sayı isə 2 dənə qırmızı və ağ alınacaq. Sonra danışıram mən polimeriya haqqında. Polimeriya zamanı bir əlamətin inkişafını eyni fenotip yaradan bir neçə gen tənzimləyir. Əgər burada dominant genlər çoxdursa, əlamət güclü üzə çıxır. Belə izah edeyim. Buğda bitkisində rəngi mən belə işarə edə bilərəm. Rəng ümumiyyətlə 2 polimer genlə tənzimlənir. Qırmızıları mən işarə edirəm böyük A-larla, A1, A1, A2, A2 şəklində işarə edirəm. Deməli, ağları isə kiçik A-lar, A1, A1, A2, A2 şəklində işarə edirəm. Nəticədə alınan F1 nəslinə baxaq. Bunlar əmələ gətirəcək A1, A2 qameti, bu da kiçik A1, A2 qameti əmələ gətirir. Bunlar birləşirlər. Və F1 nəslinin hamısı rəngli dən olur. Qırmızı ilə ağdan rəngli dənlər alınır. Amma bu heterozigotda axı homozigota nisbətən, bu qırmızı dənə nisbətən açıq rəngdə olur. Yəni, dominant gen nə qədər çox olarsa, əlamət bir o qədər güclü üzə çıxır. Sonra dəyişkənlik haqqında danışaq indi də. Dəyişkənliyi mən irsi və qeyri-irsi olmaqla iki yerə ayırıram və qeyri-irsi dəyişkənliyi adlandırıram modifikasiya dəyişkənliyi. Modifikasiya dəyişkənliyi hər hansısa bir orqanizmin fenotipinə görə dəyişməsidir. Bu zaman genotip dəyişmir və deməli, bu zaman modifikasiya dəyişkənliyi zamanı yaranan əlamət nəsildən nəslə ötürülmür. Yəni, irsən ötürülmür. Çünki bu, belə deyək, mühit amillərinin təsiri ilə baş verir. Dəyişkənliyin iki növü var, qeyri-irsi dəyişkənlik və irsi dəyişkənlik. Adından göründüyü kimi qeyri-irsi nəsildən nəslə ötürülmür, irsi dəyişkənlik isə ötürülür. Qeyri-irsi dəyişkənlik başqa sözlə modifikasiya dəyişkənliyidir. Modifikasiya dəyişkənliyində növün ki, fərdləri müxtəlif mühit şəraitlərində yaşayır. Məsələn, şam ağacı belə təsəvvür eləyək, biri meşədə, biri açıqlıqda. Bu zaman müxtəlif mühit şəraitində yaşayan növün
fərdlərində fərqli cəhətlər yaranır. Yəni bu bir növ mühitin təsirindən yaranır, elə deyilmi? Baxın, meşədə şam ağacının çətiri daha yuxarıda olur, açıqlıqda olan şam ağacı isə daha qollu budaqlı olur. Bu eyni genotipli fərdlərdə mühit şəraitindən asılı olaraq müxtəlif fenotiplərin yaranması deməkdir. Genotip eynidir, yəni şam ağacı meşədə oldu, çöldə oldu, fərqi yoxdur. Genotip eynidir, amma müxtəlif cür xarici görünüş yaranıb, yəni müxtəlif fenotip yaranıb. Bu adlanır modifikasiya dəyişkənliyi və mühit şəraitindən asılı olaraq baş verir. Məsələn, ağbaş kələm isti ölkələrdə əkiləndə baş əmələ gətirmir. Mən ağ rəngli dovşanların belindən tükün bir hissəsini qırxıram, yerinə buz bağlayıram, həmin nahiyədən qara tüklər çıxır. Bu modifikasiya dəyişkənliyidir və dediyim kimi genotipdə heç bir dəyişiklik törətmir, nəsildən nəslə də ötürülmür. Yaxşı, baxaq görək reaksiya norması nədir? Modifikasiya dəyişkənliyinin hüdudları adlanır reaksiya norması. Var geniş reaksiya norması, var dar reaksiya norması. Mən nəyi, deməli, belə deyək də, südün miqdarını kəmiyyət kimi düşünək, rəngi də keyfiyyət əlaməti kimi. Bunlar eyni cür dəyişmirlər ki, yəni məsələn, inəkdə südün miqdarı daha rahatlıqla dəyişmək olar, onun yeminin keyfiyyətini artırmaqla südün miqdarını artırmaq olar. Amma rəngi heç nə dəyişə bilməz də, elə deyilmi? Amma məsələn, bu dovşan məsələsi başqa, dovşanın tükü qırxılır, yerinə buz bağlanır, yerindən qara tük çıxır, mühit amillərinin təsiri ilə olar. Yəni bu çox az bir ehtimaldır da. Ona görə deyirəm ki, rahatlıqla mənim dəyişdirə bildiyim geniş reaksiya normasıdır. Mən südün miqdarını artıra bilərəm. Amma rəngi çox çətinliklə dəyişə bilərəm. Bu olur dar reaksiya norması. Deməli, bu kəmiyyət və keyfiyyətin dəyişməsinin miqdarı ilə əlaqəlidir və modifikasiya dəyişkənliyinin müəyyən bir norması var. Bu norma daxilində əlamətlərin dəyişkənliyi variasiya sırasına əmələ gətirir. Burada biz hər bir, belə deyək də, variasiya sırasında əmələ gətirənlərin hər birini adlandırırıq variant, V ilə işarə edirik. Bunlara rast gəlmə tezliyini isə P ilə işarə edirik ki, yəni hər bir varianta biz hansı sıxlıqla tez gəlirik. Məsələn, bir buğdanı fikirləşsək, buğdanın sümbülündə tutaq ki, 14 sümbülcük olanların sayı 2 dənədir, 15 sümbülcük olanların sayı 7 dənədir. Burada variant hansıdır? Sümbülcüklərin sayı. P isə rast gəlmə tezliyi, yəni 14 sümbülcüyü olan 2 dənə, 15 sümbülcüyü olan 7 dənə. Mən bunun düsturunu izah edeyim əvvəlcə isə. M bərabərdir VP cəmi bölünsün N-ə. Burada M orta qiymətdir, bu cəm işarəsidir. V variantdır, P variantların rast gəlmə tezliyi, N isə variantların ümumi miqdarıdır. Bir də nə deyim? Variasiya sırasından. Yəni bunun belə deyək, çox az da bulunan məsələ həlli, primitivdir. Yəni çox asan izah eləmək olar buna, çox üstündə dayanmayacağam. Düstur M bərabərdir V, P bölünsün N. Variantların sayını vururuq rast gəlmə tezliyinə. Məsələn, 14 vur 2, üstəgəl 15 vur 7, üstəgəl 16 vur 22. Mən bunu buğda dəninin sümbülün misalında deyirəm. Və bir dəqiqə, bunu hələ sonra deyəcəm. Bununla bağlı məsələ çox azdır, bir dənə, iki dənə. Sadədir, həllidə variantı vururuq P-yə, hamısını toplayırıq, cəm işarəsi var. Sonra da nə qədər ki variant var, onların ümumi miqdarına bölürük. Bunu deyəcəkdir. Geniş reaksiya norması, dar reaksiya norması, bunu dedik. Variasiya sırasında nədir məsələ? Əgər mühit şəraiti yekrəng olarsa, testdə bu yekrəng sözü var.
eyni tipli olarsa, variasiya sırası kiçik olur. Əgər mühit şəraiti dəyişkən olarsa, onda variasiya sırası da geniş olur. Məsələn, bir şey təsəvvür edin ki, az-az dəyişir. Burada variasiya sırası daha kiçik olacaq. Amma dəyişkən isə daha geniş bir variasiya sırası yaranacaq. Modifikasiya dəyişkənliyinin bəzi xüsusiyyətləri var. Bunları bir də deyək. Genotip bu zaman dəyişmir. Yəni sadəcə fenotip, xarici, daxili görünüş dəyişir. Genotip dəyişmir və əlbəttə ki, irsən ötürülmür. Növlərin uyğunlaşmasını təmin edir ki, məsələn deyirəm, şam ağacıdır. Normalda tutaq ki, meşədə yaşamağa uyğunlaşıb, bunu açıqlıq bir ərazidə əkiblər, bitib. Bu artıq burada yaşamaq üçün uyğunlaşmağa çalışır və yaxud heyvanlara aid edə bilərik bunu və tədricən baş verir. Növləri qoruyub saxlayır, mühitə uyğunlaşdıraraq və qrup xarakterlidir, ümumilikdə təsir göstərir. Sonra İndi danışacağıq sizinlə irsi dəyişkənliyi haqqında. Adından göründüyü kimi irsi, yəni nəsildən nəslə ötürülən dəyişkənlik. Düzdür, bu irsi dəyişkənlik Darwinə məlum idi, amma o tam dəyişkənliyin səbəbini, mexanizmini aydınlaşdıra bilməmişdi. Ancaq o da bildirmişdi ki, irsi dəyişkənlik təkamüldə çox böyük rol oynayır. Biz genotipin dəyişdiyi dəyişkənlik formasını adlandırırıq irsi dəyişkənlik. Baxın, burada genotip dəyişir. Qeyri-irsi dəyişkənlik də dəyişmirdi. Və hansı növləri var bunun? Mutasiya, kombinativ və korrelyativ. Mutasiya, dediyim kimi, irsi dəyişkənliyin bir növüdür və bu zaman xromosomlar, genlər dəyişir. İndi ola bilər ki, mutasiya bəzən o qədər kiçik olsun ki, heç nəzərə də çarpmasın. Amma bəzən elə bir qabarıq şəkildə olur ki, hətta insanlar bu mutasiyalardan istifadə edib yeni sortlar, cinslər alırlar. Məsələn, qısa ayaqlı Ankongoyu cinsini, taksoid cinsini, yumurtabarı yarpaqlı çiyələk, hansı ağacların ki, piramida şəkilli çətiri var, insanlar bu sortları, cinsləri mutasiyaya əsasən yaratmışlar. Mutasiya anlayışına elmə gətirib Hugo de Vries, o ilk dəfə Enatera eşək qulağı bitkisinin yarpaqlarına baxıb görüb ki, burada normadan fərqlənənlər var və bu əlamət də hətta irsən nəsildən nəslə ötürülür və bunu adlandırıb mutasiya. Mutasiyanın bir neçə növü var. Xromosom, genom və gen mutasiyaları. Mutasiya xarici və daxili mühit amillərinin təsiri ilə yaranan dəyişkənlikdir. Burada təkrar edirəm, genotip dəyişir. İndi gəlin hər bir növünə baxaq. Əvvəlcə xromosom mutasiyası. Xromosom mutasiyası zamanı quruluş dəyişir. Xromosomların quruluşunda dəyişikliklər baş verir. Məsələn, sahə ikiləşir, sahə çatışmır, sahə 180 dərəcə çevrilir və ya sahə qeyri-homoloji xromosomlarda yerləşir. Məsələn, baxın, burada ikiləşib, C 2-dən olub, çatışmazlıq. Baxın, A, B, C, C, Y, D yoxdur burada, D çatışmır. Sahənin 180 dərəcə çevrilməsi C ilə C yerini dəyişib. Sonra qeyri-homoloji xromosom, baxın, burada əlavə M var. Bunlar xromosom mutasiyaları adlanır və xromosomların quruluşundakı dəyişikliklərlə əlaqəlidir. Sonra danışaq biz genom mutasiyaları ilə. Baxın, gen yox, genom. Genom sayla əlaqəli olan dəyişkənlikdir. Xromosom sayının dəyişməsi nəticəsində baş verir. İki yerə ayırıram, aneuploidiya, poliploidiya. Poliploidiya biz seleksiyada da deyəcəyik, xromosom yığımını bir neçə dəfə artırırlar. Yəni, 2 gen olan bir şeyi artırıb 4 gen eləyirlər. Biz kələm-turp hibridindən danışacağıq. Dölsüzlüyün aradan qaldırılması üçün bu metoddan istifadə olunur. 2 gen xromosom yığımını artırıb 4 gen eləyirlər. Yəni, dəfə artırırlarsa bu poliploidiya adlanır. Əgər vahidlə artıb azalma baş verərsə, məsələn, Down sindromlu insanlarda xromosom yığımı bir vahid artıqdır. Vahid artıq olmağı nə deməkdir? Aneuploidiya. Shershevski-Turner bir xromosom əksik. Bu artıq olur 2 gen bərabərdir 45-ə. Sonra gəldik gen mutasiyasına.
mutasiyalarına, gen mutasiyalarına nöqtəvi mutasiyalar da deyilir. Bunları biz belə deyək də işıq mikroskopu ilə müşahidə edə bilmirik. DNT nukleotidlərində yerlər dəyişir. İndi bu DNT-nin nukleotidlərinin yeri dəyişdi. Bu zaman avtomatik amin turşularında yeni ardıcıllığı yaranır. Amin turşularının yeni ardıcıllığı yeni zülalın sintez olunmasına səbəb olur. Yəni yeni allellər yarandığı üçün bu təkamülə səbəb olur. Və danışaq somatik mutasiyalardan. Somatik mutasiyalar somatik hüceyrələrimiz olur, bədən hüceyrələrimizdə və adından göründüyü kimi somatikdirsə, somatik hüceyrələrimizdə cinsi çoxalma ilə bu ötürülməyəcək. Nə vaxt ötürülə bilər? Bitkilər vegetativ yolla çoxalarsa, yəni bu cinsi çoxalma üsulu olmadığı üçün. Sonra danışaq biz kombinativ dəyişkənlikdən. Kombinativ dəyişkənlik cinsi çoxalma zamanı baş verir. Cinsi çoxalma zamanı yeni gen və xromosom kombinasiyaları yaranır. Biz bundan bir dəqiqə, ontogenezdə məsələn mitoz, meyoz zamanı baş verən konjugasiya crossing overdən ətraflı danışmışıq. Yəni nə baş verir? Genlər, xromosomlar daha doğrusu genlərini bir-biri ilə dəyişirlər və avtomatik yeni bir kombinasiyalar yaranır. Crossing over, yəni gen sahəsi mübadiləsi səbəbilə baş verir. Sonra qametlərin təsadüfi olaraq qütblərə çəkilməsi və təsadüfi birləşməsi nəticəsində sanki burada bir qarmaşa yaranır və yeni kombinasiyalar, yəni kombinativ dəyişkənlik baş verir. Səbəbləri bir də deyirəm. Crossing overin baş verməsi meyozun birinci propazasında baş verir, bilirsiniz. Xromosomların bölünmə zamanı təsadüfi olaraq qütblərə çəkilməsi və artıq mayallanma baş verdikdə təsadüfi olaraq birləşməsi. Bu boyda təsadüfdən də artıq kombinativ dəyişkənlik yaranır. Digər növ korrelyativ, yəni nisbətli dəyişkənlik. Darwin belə müşahidə edib ki, hansı itlərin ki, tükləri seyrəkdir, onların dişləri də zəifdir. Və yaxud baxıb göyərçinin barmaqları arasında pərdə var və ayaqlarında da lələk var. Bu, bir genin bir neçə əlamətə təsir etməsi ilə əlaqədardır. Yəni, tutaq ki, burada nəsə bir gen var, həm itin tüksüz olmasına səbəb olur, həm də dişlərin zəif inkişaf etməsinə. Və biz bunu, bu cür dəyişkənliyi adlandırırıq nisbətli, başqa sözlə korrelyativ dəyişkənlik. İndi də baxacağıq insan irsiyyətinin öyrənilmə üsullarına. Hansı üsullar var? Genealoji, əkizlik, sitogenetik və biokimyəvi üsul. Genealoji üsul nəsil ağacının öyrənilməsidir. Bu zaman əlamətin dominant yoxsa resessiv olması öyrənilir. Bu üsulla dominant əlamətlər olan saçın bir hissəsinin ağ rəngli olması, gözün buynuz qişasının degenerasiyası və vərəmə meyillilik öyrənilmişdir. Bir də resessiv əlamətlər şəkərli diabet, şizofreniya, anadan gəlmə resessivkarlıq, hemofiliya və daltonizmi də bayaq dedim, cinsiyyət xromosomları ilə resessiv keçirlər. Gəldik əkizlik üsuluna. Əkizlik üsulunda mühitin genotipə təsiri öyrənilir. Bu üsulla sifətdə çirklilik, barmaq izlərinin keçməsi, infeksion xəstəliklərə meyillilik öyrənilir. Yəni təsəvvür edin ki, əlinizdə eyni təcrübə obyektindən 2 dənə var. Yəni hər ikisi eynidir. Çox əlverişli üsullardan biridir. Gəlin indi eyni yumurta müxtəlif yumurta əkizlərinə baxaq. Bunlar da testdə tez-tez düşür. Eyni yumurta əkizinin yaranmasında bir yumurta hüceyrə, bir spermatozoid iştirak edir. Fərqi yoxdur. Əkizdir, üçəmdir, 4 uşaqdır, 5 uşaqdır, fərqi yoxdur. Hamısında bir yumurta hüceyrə, bir spermatozoid. Yaxşı, bəs necə olur? Ziqotun parçalanması zamanı biz ontogenezdə danışırıq parçalanma mərhələsində. Burada blastomerlər bir-birindən ayrılır. Bunun da nəticəsində bir neçə uşaq yaranır. Yəni bunların genotipi eyni olur. Genotip eyni, cinsiyyət eyni. Belə fikirləşək də, bu zigot yarananda atadan tutaq ki, Y gəlib, anadan X gəlib. X, Y, burada fərqli bir xromosom yoxdur ki, ancaq oğlanlar olacaq və ya X, X gəlib, ancaq qızlar olacaq. Burada oğlan ola bilməz, yəni cinsiyyət eyni olur. İndi gəlin bura baxaq. Müxtəlif yumurta əkizlərində say neçə dənədirsə, məsələn, əkiz uşaqdırsa, hər birinə bir yumurta hüceyrə, bir spermatozoid. Ümumilikdə 2 yumurta hüceyrə, 2 spermatozoid.
genotipləri bir-birindən fərqli olur. Cinsiyyəti ola bilər eyni olsun, ola bilər ayrı olsun, amma hərəsi ayrı-ayrıdır da. Məsələn, ola bilər ki, bu olsun X, X, bu olsun X, Y, biri qız olsun, biri oğlan. Bunlar fərqli-fərqlidir. İndi gəldik göbək ciyəsi ilə cift sayına. Cift sayı eyni yumurta əkizində bir dənə olur. Baxın, ortaq. Amma müxtəlif yumurta əkizlərində ayrı-ayrı olur. Göbək ciyəsi isə fərqi yoxdur. İstər eyni yumurta əkizində, istər müxtəlif yumurta əkizində hərəsinin özünün göbək ciyəsi var. Belə məntiqlə fikirləşək. Bir göbək ciyəsi bir uşağa gəlib bağlana bilər də, ikisinə bağlana bilməz ki. Ona görə göbək ciyəsi uşaq sayı qədər olur. Cift eyni yumurta əkizlərində ortaqdır, müxtəlif yumurta əkizlərində ayrı-ayrıdır. Sonra gəldik sitogenetik üsula. Sitogenetik üsuldan xromosomların sayı, forması, ölçüləri öyrənilir. Bəzən meyoz prosesinin pozulması nəticəsində həm avtosom xromosomlarda, həm də cinsiyyət xromosomlarında ayrılmama baş verir. Ayrılmama, xromosom bildiyimiz ayrılmır. Baxın, bunlara misal göstərək, ən geniş yayılmış Down sindromu 21-ci cüt xromosomun artıqlığı nəticəsində yaranır. Sonra Patau sindromu 13-cü cüt xromosomun artıqlığı ilə yaranır. Bu Down'dan sonra ikinci yerdədir. Biz nə qədər az eşitsək də və belə xəstələr maksimum yaşayırlar 1 il. Baxın, bu Patau sindromudur. Sonra Edwards sindromu 18-ci cüt xromosomun artıqlığı ilə bağlı yaranır. Bu xəstəlikləri, mutasiyaları mən adlandırıram trisomiya. Və xromosom 3-3 olmur. Ona görə deyirlər ki, deməli 18-ci cütdə məsələn 2 dənə yox, 3 dənə xromosom olur, adlandırırıq trisomiya. Bunlar da demək olar ki, Edwards sindromu olan uşaqlarda maksimum yaşayırlar 2-3 ay, yəni çox vaxt birinci ayında ölürlər. Və cinsiyyət xromosomlarında baş verən ayrılmama nəticəsində Shershevski-Turner sindromu, bu bizim kitabımızda var. Belə xəstələrdə 45 xromosom olur, amma bu autosomla, baxın bunlarda autosom xromosomda artım olur. Bunlarda cinsiyyət xromosomları, baxın Shershevski-Turner 45 xromosom var, bir dənə X-i yoxdur, qadınlarda olur bu xəstəlik, X-in biri azdır burada. Sonra Klinefelter sindromu 47 xromosom X, X, Y olur. X trisomiyada isə adından göründüyü kimi 3 dənə X olur. 44 üstəgəl X, X, X şəklində. Hər biri təbii ki, anormallıqdır, xəstəlikdir, normal hal deyil. Shershevski-Turnerdə də baxın ancaq X-dir. Biz təbii ki, bu deyirik ki, qadındır. Amma yenə də cinsiyyət vəzləri bunlarda zəif olur, boy qısa olur, qulaq normadan çox aşağıda yerləşir və boynunun əzələləri çiyninə qədər genişlənmiş olur. Baxın, şəkli də yadınızda saxlayın, bu düşür. Sonra nə deyə bilərəm? Patau haqqında da danışdım, geriyə qaydaq. Göz alması olur, kəllədə qüsur olur, ürək kameralarında, böyrəkdə, bağırsaqda, daxili cinsiyyət üzvlərində xəstəliklər olur. Sonra danışaq autosom dominant və autosom resessiv tipli xəstəliklərdən, yəni autosom dominant olaraq ötürülənlərə aiddir Marfan sindromu və polidaktiliya, autosom resessiv tipli xəstəliklər isə albinizm, fenilketonuriya və talassemiya xəstəliklərə aiddir. Lejen sindromu və leykoz xəstəlikləri, Lejen sindromu başqa sözlə adlanır pişik çığırtısı. Bu xəstəliklər yaranır xromosom quruluşunda baş verən dəyişikliklərlə əlaqədar. Gen xəstəlikləri ümumiyyətlə ayrı-ayrı genlərdə mutasiyalar baş verir. Bunun nəticəsində yaranır. Məsələn, 400-dən çox gen xəstəliyi var, çoxdur. Səbəb DNT-nin dəyişməsidir. Təbii ki, gen xəstəliyi isə, gen də DNT-nin bir hissəsi, demək bu DNT ilə əlaqəlidir. Amma əlavə olaraq bu slaydda qeyd eləmədiyim maddələrin mübadiləsi pozulması nəticəsində yaranan xəstəliklər var ki, məsələn, karbohidrat mübadiləsi pozulması nəticəsində Tay-Sachs xəstəliyi yaranır. Bu zaman deməli miyelin qişə dağılır, istər-istəməz əqli zəiflik olur, hərəkət koordinasiyası itir, hətta bəzən tamamilə hərəkətsiz olur xəstə və orqan çatışmazlıqları baş verir. Bu Tay-Sachs xəstəliyidir.
Lipid mübadiləsi pozulması nəticəsində baş verir. Bu deməli iki cür olur lipid pozulması nəticəsində yaranan xəstəliklər. Bir, maddələrin mübadiləsi pozuldu, axı lipid mübadiləsi pozuldu. Bu zaman hüceyrənin daxilində, qanda bəzi məhsullar toplanır. Bununla əlaqədar yaranır. Biri də sırf təsir edir sinir sisteminə. Bu lipidlə əlaqəli olan budur. Sonra amin turşu mübadiləsi, yenə maddələrin mübadiləsinin pozulması nəticəsində yaranan xəstəlikdir. Gen xəstəlikləri arasında ən geniş yayılan demək olar budur. Amin turşu mübadiləsi pozulması nəticəsində aiddir bura fenilketonuriya və tirozinemiya. Bir də vitamin mübadiləsi pozulması nəticəsində yaranan var homosisturiya. Burada zədələnir insanın mərkəzi sinir sistemi. Bunda damar mənşəli tromblar əmələ gəlir və gözün büllurunda problemlər, yəni qüsurlar yaranır. Bunu slayda qeyd eləməmişəm, şifahed edin. 10-cu sinifdə genetikanın son hissəsində olan xəstəlik adlarıdır. Bunlar da düşür. Deməli, dedik, karbohidrat mübadiləsi pozulması nəticəsində Tay-Sachs, lipid mübadiləsi nəticəsində olan oldu iki cür. Amin turşu mübadiləsinin pozulması nəticəsində olan növ ən genişdir. Fenilketonuriya və tirozinemiya aiddir bura. Bir də vitamin mübadiləsi pozulması nəticəsində homosisturiya nə yarandı? Mərkəzi sinir sisteminin zədələnməsi, damar mənşəli tromblar və gözün büllurunda qüsurlar. Gəldik, deməli, bu insan irsiyyətinin öyrənilməsinin digər üsulu, biokimyəvi üsul. Bu maddələrin mübadiləsində baş verən pozğunluqların səbəbini öyrənilir. Dediyimiz kimi, adından da göründüyü kimi biokimyəvi bu üsulla öyrənilib insanın şəkərli diabet xəstəliyi. Arachnodaktiliya haqqında danışımızsa, bu hörümçək barmaqlardır. Görürsünüz şəkildən də, xəstəliyin adı da bununla əlaqəlidir. Amma həmçinin bu xəstəlik zamanı gözdə, büllurun quruluşunda da problem yaranır, həmçinin ürək-damar sistemində də anomaliyalar yaranır. Talassemiya haqqında danışmaq istəyirəm. Bu ayrılır iki yerə. Talassemiya daşıyıcılığı və böyük talassemiya autosom resessiv tipli xəstəlikdir. Yəni autosom xromosomlarından ötürülür və resessivdir, dominant deyil. Deməli, çoxallilik nədir? Çoxallilik gen cütünün 3 və ya daha artıq formasının yaranması deməkdir və insanın qan qruplarında bu müşahidə olunur. Ümumiyyətlə, insanın qan qrupu fenotip 4 cürdür. Birinci, ikinci, üçüncü, dördüncü qan qrupları. Amma genotipinə görə 6 növdür. Birinci qan qrupunu OO ilə işarə edirəm. İkinci qan qrupunu AO, AA şəklində. Üçüncü qan qrupunu BB, BO şəklində. Dördüncü qan qrupunu isə AB şəklində işarə edirəm. Ümumilikdə 6 genotip, 4 fenotip olur. Biz bunu insan anatomiyasında öyrənmişik. Əslində genetikada da bununla bağlı məsələlər çoxdur. Məsələn, çarpazlaşdırma aparmağımızı istəyirlər. Məsələn, deyirlər 4-cü qrupla 1-ci qrup, ailə qrup, bunların övladlarının qan qrupu necə olacaq və s. Məsələn, birini misal olaraq desəm, birinci qan qrupu ilə dördüncü qan qrupu əgər çarpazlaşdırılırsa, birinci qan qrupundan alınır O, ikincidən isə A qameti və B, A ilə O birləşir ikinci qan qrupu, B ilə O birləşir üçüncü qan qrupu yaranır. Yəni, asanlıqla çarpazlaşma aparıb bununla bağlı məsələləri həll edə bilərsiniz. Sonra populyasiyanın genetikası anlayışına baxaq. Bununla bağlı da məsələlər var. Populyasiyada genotiplərin rast gəlmə tezliyini bu cür, ümumiyyətlə populyasiyanın genetikası, genofond deyilən bir anlayış var. Necə adlandırırıq? Populyasiyadakı növlərin və yaxud da digər sistematik qrupların bütün genlərinin cəmi adlanır genofond. Biz burada öyrənirik homozigot və heterozigot fərdlərin paylanmasının xarakterini. Düstur necədir? P kvadratı böyük P kvadratı üstəgəl 2PQ üstəgəl kiçik Q kvadratı bərabərdir 1-ə. Burada P kvadratı heterozigot dominant olanların rast gəlmə tezliyini bildirir. 2PQ heterozigot dominant genotipli fərdlərin rast gəlmə tezliyidir. Q kvadratı isə homozigot resessiv genotipli fərdlərin rast gəlmə tezliyini
bildirir. Ümumilikdə populyasiyada növün və digər sistematik qrupların genlərinin cəmi adlanır genofond. Hardy-Weinberg qanunundan danışırıq genetikada. Populyasiyada sərbəst çarpazlaşma zamanı genlərin nisbi tezliyi nəsildən nəslə keçdikcə dəyişmir. Bu Hardy-Weinberg qanunudur. Və bunun üçün müəyyən bir şərtlər var. Hansı şərtlərdir? Populyasiya kifayət qədər böyük olmalıdır, miqrasiya olmamalıdır, yeni mutasiya baş verməməlidir, seçmə təsir etməməlidir və təsadüfi şəkildə baş verən sərbəst çarpazlaşma olmalıdır. Təbii ki, bu normal şəraitdə, təbii şəraitdə özünü doğrultmur. Çünki burada təbii seçmə də olacaq, miqrasiya da olacaq, mutasiya da baş verəcək və beləliklə də genlərin tarazlığı pozulmuş olacaq. Bu qədər mən düşünürəm ki, genetikanın ən əsas hissələrinə toxunduq. Əgər hansısa hissəyə diqqət göstərmədimsə, hansı hissə aydın olmazsa aşağıda qeyd edə bilərsiniz. Mütləq yenidən izah verərəm. Faydalı olması üçün videonu dostlarınızla bölüşməyi, bəyənib şərh yazmağı və kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.